أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه أجمعين أما بعد Ushbu dunyolarni yo'qdan bor qilib, bizlarni shunday xayrli ravishda, eng ko'rkam ravishda yaratgan Janobi Haq Alloh subhanahu va taolaga cheksiz cheksiz hamd sanalarimiz, shukranalarimiz bo'lsa yarar edi. Hamda suyukli payg'ambarimiz Muhammad Mustafa sallallohu alayhi va sallamga ko'ngillarimizning turlaridan chiqib turgan salovat sharifalarimiz erishsa yarar edi. Abu Hurayra radhiyallohu anhudan kelgan hadis sharifda ul ayta, kunlarning bir kunida payg'ambarimiz sallallohu alayhi va sallamning qiriyina aning unug'i keldi, Hasan radhiyallohu anhu. Hamda shulay payg'ambarimiz sallallohu alayhi va sallam qiriyinda Al-Aqra' ibn Habis at-Tami radhiyallohu anhu turaydi. Hamda ul angarga aytdi, faqala Al-Aqra' inna li 'asharatan min al-waladi ma qabbaltu minhum ahadan. Ул aytdi, menim de 10 balam бар ди. Hamda 10 balamның да hiç birinde menim үпкәнем юктыр ди. Фаназара илейхи Расулуллаһ саллаллаһу алейхи ва саллям. Пәйгамбәрбез саллаллаһу алейхи ва саллям шушы сүзләрдән соң аңарга карады. Thumma qal, hamda әйтте. Man la yarhamu la yurhamu. Kimdə kim mərhəmətlik qılmasa, аңарга карата да mərhəmətlik qılınmaz. Yani bu dünyada merhamet kılmasak, kileşek dünyada Allah subhanahu wa ta'ala bizge qarata da merhametlik kılmaz. Bu hadiste bu balalarga qarata bağlıdır. Her birimizin üstümüzdeki vazifamız ol da bulsa balalarımızı görkem rəvişdə edep ahlakka iretu. Hem de şuşu balalarımızga qarata biz merhametlik kılmasak terbiye kılganda görəbiz. Әлбәттә, bu dünyada balalarыбыз ягыннан да безгә карата мәрхәмәтлек булмас. Һәм дә киләчәк мәңгелек дөньяда да Аллаһ Тәгалә тарафыннан да безгә мәрхәмәтлек кылынмас. Бу сүзләр балаларга гына кагылышлы түгел. Бу гомумән бүтән бу дөньяга кагылышлыдыр. Ягъни Адәм баласы, мусульман кешесе мәрхәмәтле булырга тиештер. Кешеләргә карата да, хайваннарга карата да, тирә-юньдә булган бүтән кешегә карата. Hem de görəbiz, əgər də şuşu dünyada kişilərə qarata, hayvanlara qarata, yaxınlarımıza qarata mərhəmətlik qıla alsaq, Allah Teala qiyamət günündə də, ağır mizgillərdə də bizə qarata mərhəmətlik qılacaq. Şuna görə hörmətli müsəlmanlar, balalarımızı tərbiyələgəndə balalarımızı telefonlarga, həm də televizorlarga gına tapşırmayıq. Balalarımızga mərhəmətlik күрсәтеп, аларга үзебезнең вакытыбызны тапшырып, хәерле әдәп әхлакка өйрәтик, һәм дә бигрәк тә киләчәк дөньяга Аллаһ Тәгаләгә кайтуга аларны әзерлик, ягъни аларга шулай ук дин тәрбиясе, дин әхлагы һәм дә дин гыйлемнәре өйрәтергә онытмыйк. Алхамдулиллаһи раббил аламин. والصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه أجمعين. السلام عليكم ورحمة الله وبركاته.